Hz. İmam Hüseyn əleyhissalamın Kərbəlada özü və ailəsi üçün ən ağır gecələrdəndir. Çünki Muharremin 7-sindən artıq İmam Hüseyn Peyğəmbər balalarına, xeymələrinə su verilməsi dayandırıldı. Yəni, hələ Aşuraya 3 gün qalıb, su verilməsin qadağan elədilər, məlunlar. Qoymadılar, su verilsin. Şiddətli isti, gündüzün istisi, xeymələrdə körpə balalar, qızlar bir neçə saat insan dözə bilirdi susuzluğa. Ondan sonra bu balaca balalar başladılar fəryad eləməyə, əl-atəş, əl-atəş. Yandıq, susundan yandıq deyə Peyğəmbər balaları başladılar susuzluqdan fəryad eləməyə. Ona görə Həzrəti Peyğəmbərimiz, Həzrəti İmam Hüseyn əleyhissalam o susuzluğun qarşısını almaq üçün, heç olmasa bir yerlərdən su əldə eləmək üçün Həzrəti Əbülfəzl Abbasi təyin elədi su gətirmək üçün. Söykəndiyi, belini söykədiyi, ən etimad elədiyi o qüdrətli sərkərdəni, o Babül Həvaici dedi ki, sən necə edirsən bu uşaqlara su gətir. Həzrət Əbülfəzl Abbas 7-ci günü cəhd elədi, getdi biraz su gətirdi. Tuluqlarda su gətirdi. Amma çatmır. Az bir qabla, az bir alətlərlə su gətirmək o qədər 100-dən çox insana su yetişmir, çatmır. Böyüklər, böyük insanlar, böyük uşaqlar belə Peyğəmbər balaları susuzdu. İndi qalsın ki, Hz. İmam Hüseyn əleyhissalamın körpə balası Həzrəti Əli-Əsqar əleyhissalam. Həzrəti Əli-Əsqar artıq 6 aylıq körpə ateşdən bir an dayana bilmir. Anası gördü ki, Rubab görür balanı saxlaya bilmir, gah verir qızlara, qızlar bəlkə sakitləşdirə. Qızlar sakitləşdirə bilmir, Rüqəyyəyə verir, Fatiməyə verir, Səkinə, bacılarına verir, əmsi qızlarına verir. Bəlkə sakitləşdirələr, sakitləşdirə bilmədilər. Verdi xanım Zeynəbə, Ummu Gülsümə, yenə sakitləşdirə bilmir. 3 gündə artıq susuzdu. Yəni, bu gecədən susuzdu. Artıq 3 gündür susuzdu o körpə bala. Aşura günündə Hz. İmam Hüseyn əleyhissalamı çağırdı xanım Zeynəb. Dedi, atamın oğlu, ey əziz qardaşım, ya Əba Abdillah, bizlər yenə biraz dözə bilirik, bu körpə bala dözə bilmir axı. Onun fəryadı biraz da körpələri, xeymələrdəki balaları biraz da incidir. Al bunu apar, bəlkə bu uşağa görə su verərlər. Hz. İmam Hüseyn əleyhissalam aldı körpəni, aldı körpə balanı, gəldi meydana. Dedi, bəlkə bu özünü Peyğəmbər ümməti hesab edən bu adamlar, bu cinayətkarlar bəlkə bu cinayəti eləməzlər. Dedi, mən özüm üçün su istəmirəm. Nə də xeymələrdəki qızlar üçün, gəlinlər üçün, uşaqlar üçün, qocalar üçün su istəmirəm. Heç olmasa alın bu körpəni su ilə sirab eləyin, içirdim biraz su verin bizə. وَيْلَكُمْ أَمَا تَرَوْنَهُ كَيْفَ يَتَلَزَّى عَتَشَى Dedi, vay olsun sizə, görmürsünüz ki, bu körpə necə susuzluqdan əl-ayaq atır, necə can verir. Deyir, qoşunun içərisində söz-söhbət yayıldı. Vicdanlar oyanmağa başladı. Nə də hansı söhbətdə olunsa, onların vicdanı oyanmadı. Vicdanlar, imanlar üstü örtülmüşdü. Həzrəti İmam Hüseyn əleyhissalam cəddi Peyğəmbərdən, Həzrəti Əmir al-Mominindən, anası xanım Zəhradan nə qədər onlara danışdı, xütbə verdi, Allah Taala'nın əmrlərindən danışdı, onlara təsir olmadı. Amma Həzrəti Əli-Əsqərin susuz halını görəndə qoşun əskərləri bir-birinə baxdılar. Dedilər, görəsən, yaxşı bu balaca körpənin nə təqsiri var, bu susuz qalır, deyə qoşunun içərisində söz-söhbət başladı. Söz-söhbət qalxanda deyir, Şimir dedi, hərmənəni çağırdı. Dedi, görmürsən, qoşunun içərisində söz-söhbət var, qarşısını al, kəs bu
söz söhbəti. Dedi, necə kəsim? O özü də qalıb belə. Əmr elədi, dedi ki, oxları sən nəyə hazırlamışdın? O üç pərli oxu əmr elədi, hazırlatdırdı. Həzrəti İmam Hüseyin əleyhissalamın mübarək qucağındakı qollarının üstündə Həzrəti Əli Əsqəri, hansı ki susuzluqdan artıq halsızdı, nişan aldı, atdı və gəldi Həzrəti İmam Hüseyin əleyhissalamın qucağındakı uşağın boğazın bıçaq kimi kəsdi, xəncər kimi kəsdi. O üç pərli o. Həzrəti Əli Əsqər su içə bilmədi, amma qan içdi, onun əvəzində qan içdi. Peyğəmbər balası su içə bilmədi, amma qan içdi. Həzrəti İmam Hüseyin əleyhissalam deyir, Həzrəti Əli Əsqərin boğazından axan o qanı götürdü, qoymadı yerə tökülsün, atdı səmaya, atdı səmaya. Dedi ki, Allahümmə lə yəkun dəmu həzər radi'u əhvən aleyk min dəmə fəsilun naqatu salih. Dedi, ya Rabbi, bu körpə, bu südəmər uşağın qanı sənin yanında Salihin, Həzrəti Salihin dəvəsinin qanından yüngül deyil, ya Rabbi. Ondan ucuz deyil. Niyə? Çünki Salihin dəvəsini öldürmüşdülər deyə. Allah Teala o qövmi məhv elədi. O qövmi yaşadıkları evdə bütün evlərin üstünə yıxdı, məhv elədi. Qövm bütövlükdə məhv oldu. Dedi, ya Rabbi, bu uşağın qanı Salihin dəvəsinin qanından ucuz deyil. Və atdığı deyir, səmaya atdığı qandan bir damcı da olsun yerə düşmədi və dedi ki, ya Rabbi, fətəqabbəl minni. Dedi ki, ya Rabbi, məndən bu qurbanı qəbul elə. Həzrəti İmam Hüseyin əleyhissalam o vaxtında, o halətində Allah Teala'ya münacat eləyir. O sıxıntı vaxtında, o susuz vaxtında, özünün və körpə balasının, o müsibətli vaxtında yenə gör nə deyir? İmanın, təslimiyyətin böylüyünə bax. O qəlbinə yazılmış iman ondan belə tələb edir. Deyir ki, ya Rabbi, məndən də bu qurbanı qəbul elə. Allah Teala deyir ki, Allah o damcıdan bir damcı da, o qandan bir damcı da yerə düşməsinə fürsət vermədi ki, o qurbanın qəbul olunmasının bəyanı idi.